Azərbaycan xalqı, hamınıza deyirəm, hazır olun. İkinci baharınızı yaşamağa hazır olun. Ay millət, bal aylarına, bal illərinə hazır olun. Ay millət, ey gözəl millətim, bu zillətdən çıxıb çox gözəl, sevdiyimiz azadlığa qovuşacağıq. Ey gözəl xalqım, ey gözəl millətim, sevgilinizdən də, xanımınızdan da, hamıdan da çox sevgili azadlığa qismət olacağıq. Azadlığımızla qovuşacağıq. Ey mənim Azərbaycan xalqım, nə qədər ki İlham Əliyev oradadsa, biz sevgilimizə qovuşamayacağıq. Qadın sevgilimizə, qız sevgilimizə, xanımımıza qovuşamayacağıq. Ya ailələr dağılacaq, ya da arvadımızı polis əlimizdən alıb yorğandan aparacaq. Ya kişimizi aparacaq yorğandan. Ona görə birinci sevgi qızlara, xanımlara, balalara, vətənə, bayrağa, hər şeydən əsas demokratiyaya, azadlığa biz sevdalı olmalıyıq. Bu sevgini qazanandan sonra bütün sevgilər öz axarı ilə gələcək. Bu günləri balalarımızın üzünə baxa bilmirik. İş yox, güc yox, söz azadlığı yox. Uşaq pul istəyən kimi basılacaq. Bu gün xanımımızın yanına 2 çörək aparıb gedə bilmirik. Başımız aşağıdır, bəziləri bizi boşuyur. Bəzi xanımlar kişilərini boşuyur. Ona görə dünyada din sevgisindən, iman sevgisindən, bayraq, gerb, evlat, xanım, qarı, bütün sevgilərin başında azadlıq sevgisi durur. Azadlıq sevgisinə qovuşmadan arvadımız da basıb qayracaqlar. İlham Əliyevin polisləri, İlham Əliyevin komandasından. Vəssalam. Bugün eşitdim, bizim milli qəhrəman, xalqın qəlbində milli qəhrəman Tofiq Yaqublu artıq yeriyə bilmir həbsxanada. Niyə görə onu həbs eləyirlər? Güya Tofiq Yaqublu tək başına inqilab eləyən idimi? Güya Tofiq Yaqublu. Deyilən vətənəm, hər adama, normal adama 2 polis düşür, 3 polis düşür Azərbaycanda. 2 nəfərdən biri suka, nə iş verəndir, dal verəndir, nə verəndir. Sadəcə Tofiq Yaqubludan qisas alır İlham Əliyev, qisas. Çünki İlham Əliyevin də, onun çılığı Mehriban Əliyevanın da tarix boyu, nəslində, kökündə Tofiq Yaqublu kimi kişi olmayıb, olmayacaq da. Bunlar əsl kişi görəndə qaşınma tutur. Bax sizə deyirəm, bir dənə kurukdur məktəbdə, iş yerində, orada səhər tez gəlmişsə, bir dənə kurukdur, kişilərin kuruqudur. Orada bir dənə petka arvadan kliyentə çıxardan girə bilərmi? Əsl kişilərin kuruquna girə bilərmi? Əsl kişilərin kuruquna bir dənə Elizar, Bəlizar, Dəlidar girə bilərmi? Görmüsünüz bir dənə səviyyəsiz, nakişi, bir dənə oğraş, suka, görmüsünüz bir dənə petka kişilikdən danışsın. Hər zaman əsl kişilərin dalınla danışacaq, pisinə danışacaq. Elə deyilmi? Baxın İlham Əliyev ailəsi, Mehriban Əliyev ailəsi. Bunlar kişi görəndə qaşınırlar. Bunlar hamını peysər görmək istəyir, hamını fahişə görmək istəyir, hamını petka görmək istəyir. Bunlar kişi görməyə, ya kişi qeyrətli, xanım görməyə alışmayıblar. Alışmaq da istəyənə göstərirəm, deyilən vətənə. Bilirsiniz nədir? Vəlizara baxan kimdir? Bunun açıq bilən qaydası var da. Arkadaş, Vəlizara baxan kimdir? Petuklar ya petuk olmaq istəyənlər. Baboşa, Bayram Nurluya baxmaq istəyənlər eyni ilə. Hökumət bunlara şərait yaradıb. Siyonistlər bunlara şərait yaradıb. Yəni bir xalqın petuklarını ləl cəvahirət içində yaşadırlar, qəhvələrin petuklarını ləl cəvahirət içində yaşadırlar. 0 kilometrə maşınlar, cürbəcür villalar, evlər, purtdan işləyən darvazalar, ləl cəvahirət içində yaşadırlar petukları. Bir xalqı petuk eləmək üçün. Ancaq petuğa meyilli adamlar buna baxa bilər də. Vəlizar Dəlidar neynir o? Divanın üstünə çıxıb hoppanır. Bir də neynir? O balaca bir soğançalıq popsu var, onu belə oynatmağı bacarır da. Elizar Dəlidara 39 min adam baxır və dayanmadan şir atılır. Baxın ay millət. Baxın ay millət. Bu millətin vallahi oğraşı artıb. Şir kimi oğlana şir atmaq lazımdır. Canavar kimi qazilərə, İlhama qarşı savaşan canavar kimi media işçilərinə, onların ailələrinə. Allah sənin bəlanı versin ay petuğa baxan. Allah heç sənin üzünü güldürməsin ay petuğa baxan. Evladın, ailə, nəslində ondan qeyrətli Elizardan, Bayram Nurludan, Baboşdan qeyrətli adam olmasın nəslində ay petuğa baxan. Sənə və sənin sülalənə Baboş kimi, Elizar, Vəlizar kimi, Bayram Nurlu kimi evlad qismət eləsin sənə Allah Taala. Ay alçaq, nanəci, vicdansız, atasını tanımayan, şərəfli insan da ona baxar mən. Namuslu insan da ona baxar.